Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Yenə də vaxt vədə gəldi çatdı. Biz yenə də ayın proqnozlarını sizlərə təqdim edəcəm. 2026-cı il sentyabr ayı üçün bürcləri, zodiak işarələrini nələr gözləyir, onunla bağlı sizlərə indi geniş proqnozlar tərtib eləmişəm, çatdıracağam. Və bundan da kifayətlənmirik. Bildiyiniz kimi hər ay bizim ayın zodiak bürclərində hərəkəti videosu olur. Ay hansı zodiak işarəsində olursa, yəni 2 gün civarında hansı hadisələr olur, səhhətdən tutmuş iş durumuna, münasibətlərə, sağlıq durumuna qədər hamısı orada özünü ehtiva eləyir. Bundan başqa hər ayın sonunda, məsələn avqustun 31-də biz sentyabr ayı necə gəlir adlı qeyri-astroloji proqnozlarımız olacaq. Həm ictimai-siyasi gözləntilər dünyada, Azərbaycanda yaşam durumunda, bir də planetlərin hərəkət trayektoriyasına görə hansı hadisələr bizi qarşılaya bilər, bizim həmin hadisələrə münasibətimiz, davranış metodlarımız özünü orada göstərəcək. Bir də kanalımızda artıq var, çoxdan neçə illərdir var, sentyabr ayının tarixdə rolu, belə bir videomuz var. Onu da yenidən təkrar ictimai platformada paylaşacağım ki, sentyabr ayı haqqında tam təsəvvürünüz olsun. Çünki bir şeyi insan öyrənəndə, biləndə daha rahat, daha asan gedib o öz hədəfinə çatır. Və verilişimizdə sorğu da var. Sentyabr ayından gözləntilərlə bağlı 4 cavab variantı var. İstərdim ki, onlara da cavab verəsiz, aktiv olun, bəyənin, paylaşın. Biz də keçək proqnozlarımıza görə sentyabrın mənzərəsi necədir? Qoç bürcü. Əvvəlki aylara nisbətən sentyabrın ilk yarısında maliyyə problemləriniz artacaq. Belə ki, əldə etdiyiniz gəlir xərcinizdən az olacaq. Bir qədər qənaətcil olun. Ayın 2-sində, 11-də və 13-də hansısa pul sövdələşmələrində iştirakdan, kredit götürməkdən, kiməsə borc verməkdən, o cümlədən kimdənsə borc almaqdan imtina edin. Taleyinizdə mövcud olan hansısa uğursuzluğa görə əsəbləriniz tarıma çəkilibsə, bunu məhəbbət hisslərinə yönəltməyin. Axı qarşı tərəf belə nəticələrin baş verməsində heç bir rol oynamayıb. Odur ki, bütün məsələlərdə olduğu kimi sevgi münasibətlərində də təmkinli və mülayim olmalısınız. Ayın 4-də və 11-də aravuranlar sizə qarşı təxribat törədə bilərlər. Yəni, hansısa bir maneçilik yarada bilərlər. Bu səbəbdən heç kimə inanmamalısınız. Ayın ikinci yarısı isə sizin üçün kifayət qədər məhsuldar keçəcək. Ələlxüsus da ayın 21-dən başlayaraq fəaliyyət zəminində yeni layihələr üzərində işləmə imkanı tapacaqsınız. Bu müddətdə iş yerini dəyişmək, riskli sövdələşmələrə getmək haqqında düşünməyin. Pulla bağlı ciddi gəliriniz olmasa da, ayın birinci yarısını dedim, bu ikinci yarısıdır. Ciddi gəliriniz olmasa da xərcləməyə ehtiyacınız olacaq. Astroloji göstəricilər bu ərəfədə çoxsaylı mübahisələrə cəlb olunacağınızı da bildirir. Xüsusən də sentyabrın 22-sindən başlayaraq ünsiyyətdə olduğunuz əksər adamlarla aranız dəyə bilər. Bu baxımdan maksimum təmkinli olmağa səy göstərin. Sevgi münasibətlərində isə hər şey sabitlik müstəvisində cərəyan edəcək. Əgər dediyimiz o tövsiyələrə riayət eləsəniz təbii ki. Ümumi götürəndə bəlkə də orada bəzi sözlər var ki, adama dəyir, ancaq mənfi tərəf fikirləşdir. Amma ümumi stabil götürəndə sentyabr ayı sizin üçün əlverişlidir. Belə. Buğa bürcü. Şəxsi büdcənizi artırmaq üçün ayın ikinci həftəsini gözləməlisiniz. Yəni 8-15-14 sentyabr aralığını. Çünki sentyabrın 7-sinə qədər ciddi məbləğdə gəlir etmək imkanınız olmayacaq. Gündəlik qayğılarınızı ödəyə bilsəniz, bu da elə böyük işdir o ilk həftədə. Sonraki müddətdə isə bir neçə dəfə varlanma ehtimalınız yaranacaq. Ələlxüsus da ayın 10-da və 14-də uğurlu gəlirləriniz ola bilər. Başqalarının şəxsi işlərinə müdaxilə edib pis kişi olmaqdansa, kifayət qədər problemli olan sevgi münasibətlərinizi qaydasına salın. Ötən ay bu istiqamətdə passivlik göstərməyiniz ulduzlara xoş getməyib. Yəni, avqustda sevgi zəif olub. Ayın ikinci həftəsində, yəni 8-14 sentyabr aralığında qarşınıza çıxan şanslardan yararlansanız, gözlənilən gərginliyi dəf edə biləcəksiniz.
İkili gəzintilərə çıxmaq sizə rahatlıq gətirəcək. Ayın ikinci yarısında yaxşı olar ki, iş və maliyyə problemlərini münasibətlər müstəvisinə keçirməyəsiniz. Əgər bunu bacarsanız, həm diqqət mərkəzində olar, həm də ətrafınızda olanların rəğbətini qazana bilərsiniz. Ayın 22-sində və 30-da isə bütün vaxtınızı məhəbbətə həsr eləyin. Qısqanclığa həvəs göstərməkdənsə səmimi davranış nümayiş etdirin. İxtiyarınızda olan ikinci yarım ayda fəaliyyət üçün bir qədər pasiv dövr olsa da qarşınıza çıxan azsaylı şanslardan yararlanmalısınız. İlk növbədə yeni iş təklifləri üzərində düşünməli, məvacibdən narazılığınızı qabartmamalı, həmkarlarınızla münasibətləri qaydasına salmalısınız. Ulduzlar sentyabrın 20-sində və 29-da varlanma ehtimalınızdan xəbər verir. Əkizlər bürcü. Sentyabr ayının əksər hissəsinə planetiniz olan Merkuri hökmranlıq edir. Bu səbəbdən qarşılıqlı münasibətlərdə, xüsusən də sevgi münasibətlərində uğurlarınız artacaq. Xüsusən də 7-13 sentyabr aralığı bu istiqamətdə bəxtinizin gətirəcəyinə şans yaranacaq. Çalışın ki, tərəf müqabilinizi başa düşəsiniz. Əsəb və gərginlik hər şeyi korlaya bilər. Bu arada ailə qurmaq istəyənlər uduzmayacaq. İxtiyarınızda olan sentyabr ərzində əsas məqsədiniz pul toplamaq olmalıdır. Boş məsrəflərə xərc çəkmək, kiməsə borc vermək və ya bahalı əşyalar, yəni hələ ki lazım olmayan, ehtiyac yoxdursa bahalı əşyalar almaq planınız varsa onu təxirə salmağınız məsləhətdir. Gəlirli iş yeri axtarmaq cəhdləriniz də boşa çıxa bilər. Ən azı ona görə ki, hazırda ünsiyyətdə olduğunuz və müntəzəm surətdə məsləhətləşdiyiniz adamlar sizin onlardan daha qabağa getməyinizi istəmirlər, böyük əksəriyyət. Yəni, mane olan onlardır. Ayın 12-sindən sonra səhhətinizə fikir verin. O ki, qaldı sentyabrın ikinci yarısına, yaxşı olar ki, sentyabrın 22-sinə qədər bütün vacib işlərinizi təxirə salasınız. Əks təqdirdə iştirakçısı olduğunuz hər bir sövdələşmə və işgüzar danışıqlar tamamilə boşa çıxa bilər. 22-sindən sonraki günlərdə isə deyilən istiqamətdə sevindirici məqamlarla üzləşəcək yeni təkliflər alacaqsınız. Şəxsi büdcənizi artırmaq üçün ayın 24-dən sonranı gözləyin, yəni ayın son həftəsini. Bir də ətrafınızda nə qədər bədxahları olsa da daxili sabitliyinizi qorumalısınız. Çünki hörmət qazanmaq üçün bu başlıca şərtdir. Ulduzlar ayın 22-sində, 23-də və 27-sində mübahisələrə cəlb olunma ehtimalınızdan xəbər verir. Həmin günlərdə sevgi bəslədiyiniz insanlarla xoş davranın ki, bu kimi negativliklər baş verməsin. Xərçəng bürcü. Ulduzların düzümü ayın 11-nə qədər normal şəkildə gəlir əldə edəcəyinizi proqnozlaşdırır. Yəni, ilk 10 gün gəlir üçün əla vaxtı. Bu səbəbdən də boş durmamalı, pul işartısı gələn bütün ünvanlara üz tutmalısınız. Əmin olun ki, cəhdləriniz nə qədər ciddi olsa, qətiyyətli olsa, problemlərinizin həlli istiqamətində də bir o qədər uğurlarınız olar. Avqustda reallaşdıra bilmədiyiniz iş planlarını bu arada həyata keçirə bilərsiniz. Sentyabr ayı həm də ailə sevgi münasibətlərində həll edici dövr olacaq. Bu müddətdə valideyn olan xərçənglər öz övladlarına qarşı maksimum diqqətli olmalı, onları ciddi şəkildə nəzarətdə saxlamalıdır. Deməli, qarşılıqlı münasibətlərdə isə sevdiyiniz kəsə rəğbət bəsləməli, yersiz irad və qısqanclıqları bir kənara atmalısınız. Sentyabrın ikinci yarısı sizin üçün bir qədər gözlənilməzliklərlə zəngin olacaq ki, fəaliyyətinizdə ardıcıl sürpriz və yeniliklər özünü büruzə verəcək. Bu təxminən ayın 20-sindən etibarən start götürəcək. Onu da qeyd eləyək ki, bu aralıqda maddi durumunuz, yəni ayın ikinci yarısında maddi durumunuz daha qənaətbəxş olacaq. Hər halda pulsuz qalmayacaqsınız. Yeni iş təkliflərinə razılıq verməyə tələsməyin. Göy qübbəsi olduqca şanslı ərəfə yaşayacağınızı bildirir ümumiyyətlə. Çünki sentyabrın bu ikinci yarısında ətrafınıza etibarlı və xeyirxah insanların toplaşacağı gözlənir. Çünki insanın inkişafı üçün ilk növbədə insanın ətrafıdır, ünsiyyətdə olduğu, belə həmkarlıq elədiyi, ittifaq yaratdığı insanlardır. Ayın son 4 günündə isə daha xoş ovqat qazanacaqsınız. Amma bir tövsiyə də odur ki, görüş olursa, söhbətlər olursa, görüş yerinə qətiyyən
gecikməməlisiniz. Gecikmək işi alt-üst eləyə bilər. Yəni gecikməyəcəyinizə də əminik. Şir bürcü. Ən enerjili bürc olmağınıza baxmayaraq, son vaxtlar sizə sevgi bəsləyənlərə qarşı kobudluq göstərirsiniz. Amma unudursunuz ki, bu amil gec-tez sizi gözdən sala, qəlbən təkləyə bilər. Göy qübbəsi ayın 11-dən etibarən məhəbbət aləmində mövcud olan nüfuzunuzu bərpa etməyə kömək göstərəcək. İndi qalır siz o köməkdən istifadə edəcəksiniz, yoxsa yox. Evliliyə namizədsinizsə, bunu ayın ikinci yarısına saxlayın. Maliyyə məsələləri ilə bağlı bu arada böyük sınaqlarla baş-başa qalacaqsınız. Xırda bir səhviniz sizi müflis edə bilər. Düzgün qərar çıxararsınızsa, yəni səhv etməzsinizsə, şəxsi büdcənizin inkişaf etməsi qaçılmaz olacaq. Odur ki, hər addımı 100 dəfə ölçüb biçməli, tələsik qərarlar çıxarmamalısınız. Ayın ilk 5 günü aktivliyiniz azaldığından tədbirli olmağı da unutmayın. Hər sahədə, ümumiyyətlə, ilk 5 gündə. Qazanc üçün uğurlu günləriniz daha çox ayın 9-una, 13-ünə təsadüf edəcək. Sentyabrın 18-dən sonra enerjiniz bir qədər zəif olduğundan iş prinsipində o qədər də uğurlu gedişlər edə bilməyəcəksiniz. Əgər uğurlu gedişlər olmuşsa, deməli öz işinizlə məşğul olmağınız yetərlidir. Məsələn, yarımçıq işləri yekunlaşdırmaq, üzərinizə düşən öhdəlikləri tamamlamaq, icra eləmək yetərlidir. Ulduzlar həmkarlarınızla, ələlxüsusla rəhbərlərinizlə mülayim davranmağınızı tövsiyə edir. Pul barədə isə ayın ikinci yarısında narahat olmağa dəyməz. Amma gərək etibar etmədiyiniz adamlara da, güvənmədiyiniz adamlara da borc verməyəsiniz. Deməli, son 2 həftə sizin üçün həm də bir qədər mistik dövr kimi səciyyələnəcək. Odur ki, daxili sıxıntılarınızı aradan qaldırmaq üçün ayın 23-ünə qədər mübarək yerlərə, mübarək məkanlara ziyarət eləməyiniz yaxşı olar. Ümumiyyətlə, insanlara qarşı inamsız olmasanız daha yaxşı olar bu ay. Qız bürcü. Bildiyiniz kimi ayın 22-sinə qədər hakim bürc sizsiniz. Hamıdan güclü, şanslı və enerjilisiniz. Bu sizə verilmiş bir töhfədir, müjdədir, nə bilim, bir mükafatdır. Amma görək siz o enerjini, gücü və şansı nə dərəcədə istifadə edəcəksiniz, bu artıq sizin özünüzdən asılıdır. Görürsünüz, bəzən deyirlər, öz bürcüm özümə düşmədi, öz ilim özümə düşmədi. Yalandır. Çünki sən öz ilində, öz bürcünün dövründə daha rahatsan. Çünki situasiyalar, psixoloji durumlar sənə daha çox uyğundur. Nəinki tutaq ki, qız yox, balıq bürcü, ya xərçəng bürcü, ya nə bilim, oğlaq bürcü. Siz daha rahatsınız o məkanda, o məqamda. Amma istifadə eləmişsə, burada deməli insanın özündən daha çox asılıdır burada. İstiqamət verilir, yolu tutaq ki, 20 ilə dönmək lazımdır. Deməli, 20 ilə dönülməlidir. Amma siz 40 ilə, 60 ilə dönəndə əlbəttə ki, qəza yapa bilərsiniz. İndi görək, ayrıca proqnozunuzda nələr göstərilir. Yəni, enerji var sizdə. Hər adam da öz enerjisindən, ağlından normal istifadə edə bilmir. Amma əminəm ki, siz ildə bir dəfə gələn bu 30 günlük hakimiyyətiniz dövründə bunu bacaracaqsınız. Ötən ay boşalmış sevgi meydanınız bu ay öz yerini tutacaq. Əgər zərbə almışsınızsa, ayrılıq varsa, yəni bu arada o sevgi boşluğu da olacaq. Sizi başa düşənlər artdığından həyata və insanlara qarşı baxışlarınız da fərqli olacaq. Əgər məhəbbət məsələlərində problemlə rastlaşsanız, mütləq yaxınlarınızla məsləhətləşin. Yəni, daha təcrübəli yaxınlarınızla. Hazırsınızsa, toyu təxirə salmayın, toya namizəd olanlar. Bu arada ciddi gəlir haqda düşünməyə lüzum yoxdur. Həddindən ziyada pasiv ərəfə olduğundan yalnız gələcək planlarınızı götür-qoy etməlisiniz. Ola bilsin ki, uğurlu biznesə yiyələnmək üçün sizdən maliyyə dəstəyi umulsun. Qətiyyən belə havalara oynamayın, çünki ulduzlar aldanma ehtimalınızdan xəbər verir. Qazanc üçün ən münasib zaman kəsiyi 11-14 sentyabr aralığıdır. Ayın 17-sini nəzərə almasaq, sentyabrın ikinci yarısında heç bir mübahisə və ya konfliktlə üzləşəcəyiniz gözlənilmir. Əksinə, bütün situasiyalar ürəyinizcə olacaq. Ulduzlar uzaqda yaşayan doğmalarınıza baş çəkməyi də məsləhət görür. Sevgidə isə romantik qəhrəmana çevrilə bilərsiniz. Bəxtinizdə kifayət qədər aktiv
dövrdür ümumiyyətlə bu sentyabr ayı. Əgər məsuliyyətinizi hiss edə bilsəniz, qarşıda duran vəzifələrin öhdəsindən asanlıqla gələcəksiniz. Ayın 24-də və 29-da ürəyinizdən olan iş təklifləri alacağınız gözlənilir. Sentyabrın sonuncu dekadasında isə, yəni 21-30 sentyabr aralığında isə boşalmaqda olan pul kisəniz yenidən ağırlaşmağa başlayacaq. Dediyim kimi, sentyabrın birinci yarısında 11-14 sentyabr idi. Xatırlatsa bayaq dedim qazanc üçün. Bir də son 10 gündə qazanc üçün yaxşı vaxtdır. Daxili orqanlarınızı da nəzarətdə saxlamağınız yaxşıdır. Tərəzi bürcü. Bürcünüzü idarə edən ulduzlar ilk yarım ayda kifayət qədər varlanma şansı qazanacağınızdan xəbər verir. Ola bilsin ki, ilk 3 gündə dediklərimiz reallaşmasın, amma sonraki günlərdə maliyyə uğurlarına doğru inkişaf edən bütün sahələrdə bəxtiniz gətirəcək. Xüsusən də ayın 9-dan 14-nə qədər şəxsi büdcəniz daha çox arta bilər. Yeni təkliflərə razılıq verin. Əsas bir şeyi yadda saxlayın ki, iş yerində, həmkar və dostlarınızla münasibətdə topladığınız gərginliyi, yəni iş yerində, başqa yerdə topladığınız gərginliyi ailənizə, sevdiyiniz şəxslərə ötürməyin. Yoxsa bu yarım ayda, ilk yarım ayda eşq okeanında layiqincə üzə bilməyəcəksiniz. Nəzərə alın ki, romantik olduğunuz üçün hər şeydən əliniz üzüləndə sevgidən yapışmalısınız. İmkan verməyin ki, kimsə buna qarşı çıxsın. Ayın ikinci yarısının ilk 5 günü, yəni 16-20 sentyabr aralığı müəyyən qalmaqallarla keçsə də özünüzü ələ alıb, yalnız ürəyinizə düşən vəzifələrin üzərində çalışmalısınız. Yəni öz işinizlə, belə deyək, başqa işlərə müdaxilə eləmədən öz işinizlə məşğul olmalısınız. Ümumiyyətlə, nə qədər səmimi olsanız, daxili hirsiniz də bir o qədər dəf olunar. Bunu bacarsanız, ayın 20-sindən sonraki günləri şad və xürrəm şəkildə başa vuracaqsınız. Ayın 25-də və 26-sında pul məsələlərinə ehtiyatlı yanaşmalısınız. Daimi ünsiyyətdə olduğunuz bir neçə şəxslə aranızda həmin dövrdə, xüsusən 25-dən sonra soyuqluq da yarana bilər. Bu kimi xoşa gəlməz hadisələrlə rastlaşmaq istəmirsinizsə, neytral mövqe seçin. Ümumiyyətlə, sizə aid olmayan məsələlərə, münasibətlərə müdaxilə etməyin. Belə, o ki, qaldı pul məsələlərini zaten dedim. Münasibətlər və pul məsələləri əslində bu ay sizin aparıcı xəttiniz olmalıdır. Həm də nəzərə alın ki, ayın 22-sindən də öz bürcünüz başlayacaq. Hamıdan şanslı, güclü və enerjili olacaqsınız. Əqrəb bürcü. Həmkarlarınız sayəsində ayın 14-nə qədər maddi imkanlarınız qənaət bəxş ola bilər. Amma gərək təmasda olduğunuz insanlarla, ələlxüsus da iş adamları ilə işinizi ciddi şəkildə qurasınız. Əks təqdirdə maliyyə uğurlarından uzaq düşə bilərsiniz. Ayın birinci yarısında fəaliyyətlə bağlı, yəni yeni işə düzəlmək, dükan açmaq, nə bilim, hansısa bir obyekt açmaq və s. Yəni fəaliyyətlə bağlı müəyyən məbləğdə xərciniz çıxa bilər. Lakin gələcək perspektivlər naminə bundan imtina etməməlisiniz. Təbii ki, dükan götürürsənsə, onu doldurmalısan, mal yığmalısan, bu da xərcdir. Ayın 9-una qədər ümumi əhvalınızda az da olsa gərginlik hökm sürdüyündən sevgi amilinə az vaxt sərf edəcəksiniz göstərilir. Hiss və duyğularınızda mövcud olan sıxıntılar sonraki müddətdə qaydasına düşəcək. Məhəbbət məsələlərində anlaşılmazlıqla üzləşsəniz, hər hansı o görücüyə, mistik enerji daşıyıcılarına müraciət eləməyin. Çalışın ki, problemi ağılla və özünüz məntiqə söykənib həll edəsiniz. Ayın ikinci yarısında əsəblərinizi cilovlayıb, yalnız fəaliyyətə qurşansanız, ulduzlar sizə hər tərəfli yardımcı olacaqlar. Paralel olaraq bir neçə sahədə çalışmaq sizi fiziki cəhətdən çox yorur. Bu amili aradan götürün. Məlumunuz olsun ki, sentyabrın 29-una qədər kiməsə borc vermək və ya şərikli işə başlamaq sizə uğur gətirməyəcək. Ayın son həftəsində isə çoxdan gözlədiyiniz maraqlı bir iş təklifi ala bilərsiniz. Yaxşı olar ki, Tərəzi bürcünün gəlişini gözləyəsiniz, yəni sentyabrın 22-sini. Çünki o vaxta qədər münasibətlər zəminində etdiyiniz cəhdlər boşa çıxa bilər. Yeni bürc öz qədəmləri ilə daxili narahatçılığınıza son qoyacaq. Ardıcıl olaraq xoş sevgi məqamları da yaşayacaqsınız. Oxatan bürcü.
Sentyabrın ilk 2 həftəsində ümumi maliyyə vəziyyətiniz təxminən avqustun ikinci yarısı ilə eynilik təşkil edəcək. Odur ki, nə artıq, nə də əskik durumda olacağınızı düşünməyin. Sadəcə olaraq bəzi həlledici məqamlarda təşəbbüskarlığı əlinizdə saxlamalı, pul dəllallarından uzaq olmalısınız. Həmin müddətdə pulsuz qalacağınızı da ehtimal etmək olmaz. Sentyabrın 8-i və 12-si qazanc üçün şansınız böyük olacaq. Həyatın digər sahələrində müəyyən probleminiz olsa da, sentyabrın göstərilən ərəfəsində, yəni ilk yarısında sevgi məsələləri ilə bağlı heç bir nigarançılığınız, narahatçılığınız olmayacaq. Əslində, güclər arasında ən romantik məhəbbət məqamlarını siz yaşayacaqsınız. Amma gərək ailə üzvlərinizlə sevdiyiniz şəxs arasında barışdırıcı bir körpü yaradasınız. Yəni, birini digərinin ayağına verməyəsiniz. Astroloji göstəricilər ayın ikinci yarısında daha çox iş planlarını dəqiqləşdirməyi tövsiyə edir. Belə ki, hansı addımı atacağınızı götür-qoy etməli, amma konkret olaraq əməli fəaliyyətə keçməməlisiniz. Yaxşı olar ki, riskli danışıqları, işgüzar sövdələşmələri təxirə salıb gözləmə mövqeyi seçəsiniz. Maddi durumunuzu yaxşılaşdırmaq üçün isə gələn aya, oktyabra qədər səbr etməlisiniz. Yəni, böyük qazanc üçün gərək oktyabru gözləyəsiniz. Çünki kifayət qədər təzadlı ərəfədir. İnsanlarla münasibətləriniz gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. İndi üzərinizə düşən başlıca vəzifə dostlar arasında seçim etməyiniz olmalıdır. Bu yolla pisi yaxşıdan ayıra biləcəksiniz. Sevgidə isə çox şey öz qaydasında gedəcək. Oğlaq bürcü. Səhhətinizlə bağlı ehtiyatlı olsanız, əbəs yerə heç bir xərciniz çıxmayacaq. Təbabət qoroskopuna əsaslansaq, bu arada sağlamlığınızı bərpa etmək üçün həkimlərə pul verəcəksiniz. Yəni, həkim müalicə üçün xərciniz çıxa bilər. Əgər bu hallar baş verməsə, şəxsi büdcənizin durumu kifayət qədər qənaətbəxş olacaq. 4-9 sentyabr aralığında isə bir neçə istiqamətdən gəlir əldə edəcəksiniz. Adətən başqalarının şəxsi işlərinə müdaxilə edib onun istiqamətini dəyişdirməyə meyillisiniz. Amma özünüzə məsləhət verənlərə qarşı həmişə qıcıqlanırsınız. Bəs özünüzə rəva bilmədiyinizi niyə başqasına rəva görürsünüz? Axı, heç kim istəməz ki, enişli yoxuşlu həyatda büdürüyəsiniz. Deməli, neytral mövqe seçməli, sevgi problemlərinin həllində məsləhətə qulaq asmalısınız. Ulduzların düzümü ayın 13-dən sonra vəziyyətinizin daha qənaətbəxş olacağını bəyan edir. İstər fəaliyyət zəminində, istərsə də əməkdaşlıq sahəsində uğurlarınız kifayət qədər olacaq. Sentyabrın 18-dən 24-ünə qədərsə azı 2 dəfə ciddi məbləğ əldə edəcəyiniz gözlənilir. İşlə bağlı səfərə çıxmaqdan çəkinməyin. Hər halda bunun bəhrəsini görəcəksiniz. Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınızda olan ikinci yarıda, haradasa ayın 17-sindən 28-nə qədər olduqca füsunkar bir dönəmdən keçəcəksiniz. Ədalətli olmaqla hər şeyi öz xeyrinizə həll eləyə bilərsiniz. Çox saylı səfərlər, qonaqlıq və yığıncaqlar, yeni tanışlıqlar sizə rəğbət qazandıracaq, sizdə rəğbət oyadacaq. Ailə sevgi münasibətlərində dedikoduya fikir verməsəniz, ayın sonuna qədər qəlbinizdən məhəbbət əskik olmayacaq. Su tökən bürcü. Yəni, ilk dəfə kanalımızı görənlər üçün deyim ki, Dolça adında bürc yoxdur. Yəni, o canlıdır, biz su tökən deyirik. Adı elədir əslində. İnsandır, əlindəki dolçadan su tökür. Ona görə mən 90-cı illərdən elə su tökən kimi efirlərdə, mətbuatda qeyd edirəm. İlk 8 gündə 3 dəfə pulla bağlı ciddi problemlər rastlaşacağınız gözlənilir. Bu səbəbdən də deyilən istiqamətdə bütün işlərinizi təxirə salmalısınız. Digər günlərdə isə hər hansı bir narahatçılıq olmayacaq. Gəlirli günləriniz ən çox da, yəni o dediyim günlərə hədəflənin 14, 16, 22 və 30 sentyabr tarixlərinə təsadüf eləyəcək. Yəni pulla bağlı nə işiniz olarsa həmin günlərə təyin edin. Əgər nəzərə alsaq ki, bu arada məhəbbət məsələlərində ideal məqamlar yaşayacaqsınız, deməli, sentyabrın gəlişini toy bayram etməlisiniz, yəni sevinməlisiniz. Deməli, ən azı ona görə ki, ayın 4-dən etibarən Tanrı sevgi problemlərinizin həlli istiqamətində sizə yardım edəcək.
Həyata qarşı bədbin baxışlarınızı örtün. Ayın ikinci yarısı daha uğurludur əslində. Sentyabrın 23-dən 25-nə qədər olan zaman kəsiyini nəzərə almasaq, həmin o 15 gün sizin üçün aktiv və məhsuldar keçəcək. Qarşıya qoyduğunuz vəzifələrin əksəriyyəti müsbət müstəviyə keçəcək. Ayın 22-sində və 29-da isə gözlənmədiyiniz istiqamətdən böyük dəstək və ya perspektivli təklif ala bilərsiniz. Ciddi olmasa da bu arada maddi durumunuz artımlı olacaq. Sentyabrın 16-18 arası və 23-dən 27-sinə qədər münasibətlər zəminində xeyli qalmaqallar gözlənilir. Bu, xüsusən qohumluq və qonşuluq davranışlarında nəzərə çarpa bilər. Heç kimə fikir verməyin, özünüzdən xoflanmayın. Nəzərə alın ki, ədalət və sadiq sevgi əbədi yoldaşınızdır. Balıqlar bürcü. Astroloji göstəricilər sentyabrın 15-nə qədərki vaxtı neytral tərzdə başa vuracağınızı bildirir. Əvvəldən kisənizdə olanları qənaətlə yeməyə çalışın, o el arasında deyirlər. Çünki büdcənizi artırmaq üçün bu ilk yarım aylıq düşərli olmayacaq. İşlə bağlı, xüsusən də böyük biznes və maliyyə karyerasına nail olmaq üçünsə imkanlarınız genişlənəcək. Ağlınıza gətirmədiyiniz adamlardan sizə böyük kömək də dəyəcək. Bərbaşdan əmin olun ki, sentyabr bürcünüzün elçilik və nişan tədbiri üçün də ideal ərəfədir. Hətta incə münasibətlərinizi qaydasına salmaq naminə fəaliyyət və karyeranızı müəyyən qədər passivləşdirə də bilərsiniz. Əgər ürəyinizdə iki sevgi gəzdirirsinizsə, böyük sıxıntıdan keçəcəksiniz. Daxili dünyanızda böyük seçim edin. Yaxşı olar ki, sentyabrın 17-sindən 20-sinə qədər bütün görüş və danışıqları daha doğrusu təxirə salın. Əks təqdirdə bütün cəhdləriniz boşa çıxacaq. Həmin günlərdə, yəni 17-20 sentyabr aralığında yalnız istirahətə və adi işlərə alidə olmağınız yaxşı olar. Sonraki günlərdə isə fəaliyyətinizdə böyük irəliləyişlər, hətta sıçrayışlar mümkündür. Tabe olduğunuz rəhbərlərə sədaqət nümayiş etdirin. Elə edin ki, haqqınızda mənfi rəy yaranmasın. Ayın bədirləndiyi günlərdə, yəni ayın 28-i bədirlənir, bir gün qabaq, bir gün sonra da bəzən ona aid eləyirlər. Ayın zodiak bürclərində hərəkəti videomuzda bu barədə məlumat verəcəyik 2 gün sonra. Oradan da ayın bədirləndiyi günü öyrənə bilərsiniz, təsirlərini. Yəni, həmin günlərdə hansısa cəhdinizin baş tutacağına inanmayın. Çünki ünsiyyətdə olduğunuz heç kəs sizi həmin günlərdə sanki anlamayacaq, başa düşməyəcək. Bu arada toy nişan planlarınızı yəni ikinci yarısında təxirə salmağınız daha yaxşı olar. Yəni, nə eləsəz, yəni ki, sentyabrın birinci yarısı daha yaxşı olar. Ayın 22-sindən sonra isə münasibət zəminində hər hansı bir problemlə üzləşməyəsiniz. Belə dəyərli dostlar, sorğumuzda yəqin ki, iştirak elədiniz, nəticələrə indi çat yerində baxacaqsınız. Məlumatları verdik. Yenə deyirəm, daha 3 növ bizim sentyabrla bağlı videomuz var. Həm proqnozlar, həm planetar quruluş, həm tarixi xronologiya. Bunların hamısından sizləri tanış eləyəcəyik ki, sentyabrdan daha böyük mənfəət, bəhrə, qazanc götürəsiniz. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı, təbliğ eləməyi, canlı yayımlarımıza baxmağı, aylıq proqnozlarımızı izləməyi unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.